May ayından etibarən e-sosial tətbiqi fəaliyyətini dayandırdı və tam olaraq MyGov-a inteqrasiya olundu. Bu isə o deməkdir ki, artıq vətəndaşlar ehtiyac duyduğu bütün rəqəmsal sosial xidmətləri MyGov platformasından əldə edəcəklər. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekranda gördüyünüz bütün xidmətləri artıq birbaşa MyGov tətbiqində istifadəyə hazırdır. MyGov-da xidmətlər bölməsindən ailə, şəxsi, sosial müdafiə və təminat, məşğulluq kateqoriyalarına keçid edərək bu rəqəmsal xidmət və məlumatlardan yararlana bilərsiniz. Bu addım rəqəmsal xidmətlərin ayrı-ayrı qurumlara aid platformalarda deyil, vahid platformada təqdim olunması barədə ölkə prezidentinin qəbul etdiyi qərarın icrası nəticəsində həyata keçirilibdir. Nazirlik tətbiqini tam olaraq MyGov-a inteqrasiya edən ilk belə qurum olub. Uzun sözün qısası, artıq adı çəkilən qurumun rəqəmsal sosial xidmətlərindən istifadə üçün e-sosial yox, MyGov tətbiqindən istifadə etmək lazım olacaq. Göstərilən bölmədən qurum tərəfindən təqdim olunan arayışları rəqəmsal qaydada əldə eləyə, sosial təminat və digər məsələlərlə bağlı müraciətləri asanlıqla formalaşdıra bilərsiniz. Xüsusi olaraq qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdiyi xidmətlərin 90%-dən çoxunu rəqəmsallaşdıran və rəqəmsallaşmanı ən geniş şəkildə tətbiq edən dövlət qurumlarından biridir. Görünən isə odur ki, artıq zamanla dövlət orqanları tərəfindən təqdim olunan bütün rəqəmsal xidmətlər vahid mərkəz olan MyGov-da toplanacaq və vətəndaşlar üçün daha əlçatan və rahat formada qarşımıza çıxacaq. Və siz necə? MyGov-un elektron xidmətlərindən istifadə edirsiniz? Təcrübələrinizi və fikirlərinizi rəydə bizimlə bölüşün. Videonu isə sosial xidmətlərdən aktiv istifadə edən dostunuza göndərin ki, e-sosial xidmətlərinin artıq MyGov daxilində olduğundan xəbəri olsun.